Bugün Güney Azərbaycan Milli Hərəkatı rəsmi olaraq Ankara'da və Baküdə ağırlanmasa da bugün Barzanilər və bugün Talabanilər Türkiyədə, İranda və dünyanın hər tərəfində ağırlanırlar. Bugün bizim coğrafyamızda cirit atan İran rejimində dəstəklədiyi Zindəşti kimin teröristləri ki Urmiyə deyirlər, Urmiyə qəlbə Kurdistanə. Eşitmişsiniz, Şivan Pərvərin şarkısı var. Urmiyə Kurdistanə, nə Mahabat Kurdistan, ya soyuq bula. Hər yer deyirlər Kürdistanlı. Olur mu belə bir şey? Kürtlər bizim əzizlərimizdirlər. Bizim Ərbildə evində çay içən, ailəsi ilə söhbət eləyən məzlum bir Kürd insanı ilə nə problemimiz ola bilər? Amma diqqətli olun, huşunuzu başınıza yığın. Türk milləti ilə oynamanın bədəli ağır olur. Ateşlə oynayan yanmanı və yaxmanı gözə almalıdır. Siz ateşlə oynayırsınız. Baxınız, biz, kusura baxmasın düşmən soydaşlarımız Suriyədə və Əraqda. Biz bir avuç düşmən deyilik Suriye'nin kuzeyində və Əraqın kuzeyində ki bizi futbol topu kimin sağa sola oynadasınız. Biz bu bölgədə 35-40 milyon Güney Azərbaycan Türküyük. Gördünüz, bir neçə ay öncə Urmiyədə bunlar Türk'ün Oğuz bayramını, yaz bayramını bahane eləyərək bu çapulcu teröristlər bir 10 bin nəfəri zarla, zorla Pezeşkiyanın dəstəyi ilə, Pezeşkiyanın onayı ilə toplaya bildiler bir sahaya Urmiye'de. Ne oldu birkaç gün sonra? 600-700 bin Urmiyeli Türk sopalarını eline alarak bunları ta Erbil'e kadar kovmaya hazır idi. Huşunuzu başınıza yığın. Size silah veren, size lojistik destek veren ağlarınıza çok güvenmeyin. Amerika sizi bölgede bir defa bıraktı, bir defa da bırakacaktı. İsrail'e de çok güvenmeyin. Bu bölgede Türk milleti bitti demeden son qərar, son əməl gerçəkləşməyəcəkdir değerli soydaşlar. Kusura bakmayın belə, yani heyecanlı danıştığımız için inanarak danışırıq. Bunlara səmimi yanaşdığımız için belə danışırıq. Bəs Güney Azərbaycan Türkləri nə eləmək istəyirlər? Baxınız, Türkiyə və Azərbaycan devletlərimizdə olan şərəfli, qeyrətli, cəsarətli bizim yöneticilərimiz bir şey məncə bilirlər, daha da bundan əmin olmalıdırlar. İran rejimi bu bölgede qalıcı değildir. İran rejiminin vadəsi dolmuştur. İran rejimini korumaq, İran rejimini ayakta saxlamaq beyhudə və boş bir çabadır. Peki bunun mənası İsrail'e dəstək verməkdən mi geçir? Xeyr. Siz değerli canlar bunu bilməlisiniz ki, burada Türkiye üçün, Türkiye'nin adı üçün, bayrağı üçün ve coğrafyası için can vermeye hazır olan, Afrin'de Mehmetçik operasyon yaparken Allah aşkına 100 bin insan Təbriz'den Mehmetçiyə səlah okumadı mı? Türk bayraklarını kaldırmadı mı? Türk əskerine dua ve Türk əskerine selam göndermedi mi? Bizim aramızda hiçbir mezhepsel sorun yoktur. Güney Azərbaycan Türkləri inanın Güney Azərbaycandan çok bugün Türkiye için ölmeye ve öldürmeye hazırdılar. Ama bir şeyleri yoktu. Sesleri çıkmır. Sesleri boğuluptu. Medyaları yoktu. Onlara yurt dışında bir hami olacak devlet yoktu. Ve bu İsrail değildir. Bu Amerika değildir. Bu Avrupa Birliği değildir. Bunlar Türk'ün adından belə çəkinirlər. Türk'ün adından belə qorxurlar. Türk'ün uyanmasını, Türk'ün birləşməsini istəmirlər. Bizə dəstək verməkdənsə Netanyahu süreçte kiminlə görüşür? Rıza Pəhləvi ilə. Rıza Pəhləvi kimdir? İşaret ettim, 1946'da 35 bin Güney Azərbaycan Türk'ünü katleden babası Muhammed Rıza Pəhləvinin evladıdır. Ve onun da babası Rıza Palani'dir. Ki Qacar Türklərini İngilizlerin, Rusların yardımıyla devirdi ve Kodeta darbe yoluyla iş üstüne geldi. Benim bildiğim Sayın Erdoğan darbelere karşıdır. İran mevcut sistemi bir darbenin neticesinde peyda olan gayrimeşru bir çocuktur. Bu gayrimeşru çocuk bizim bölgemizde, bizim coğrafyamızda yer alabilmez. 1979'da bizim insanımız Təbriz başta olmak üzere bu devrimi, bu panfarsist mollaların, panfarsist sözde dini insanların gedin Ermənilere destek verin diye, gedin PKK'ya destek verin diye bu devrimi yapmadılar. Hümeyni insanlara yalan söyledi.
Dedi biz gələcək ki sizə başı yücəliş gətirək, sizə onur kazandıraq, sizə bedava elektrik, bedava petrol, bedava doğalgaz, bu gəlirləri sizin kapınıza kadar gətirəcək deyə insanları kandırdılar. Ama bugün 46 sene sonra Təbrizdə bizim soydaşlarımız, bizim nənələrimiz, dədələrimiz çöp qablarından, çöplükdən yemək axtarırlar. Elektrik ve suları günün yarısı yoxdur. Bütün çevrələri, doğal təbii sərvətləri talanır, hırsızcasına çalınır. Türk milletinin istediği ve hak ettiği makam bu değildir.